Rusiyada yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı 1 mart 2025-ci il tarixindən rəsmi olaraq qadağan olunub. Hətta mədəniyyət, təhsil, tibb və idman müəssisələrində enerji içkilərinin satışı dayandırılıb. Bu, Azərbaycan ictimaiyyətində müsbət qarşılanıb. Bir çoxları həmin qanunun bizdə də tətbiq olunmasını təklif edir. Globalifo azad danışan deputat Aqil Abbas adətən Rusiya və ya Avropanın tətbiq etdiyi qadağaların, qanunların Azərbaycanda da edilməsinin əleyhinə olduğunu bildirib. Bu, yalnız ağıllı və müsbət qadağaların tərəfdarı olduğunu qeyd edib. Ümumiyyətlə, dəfələrlə energetik içkilərin istifadəsinin qadağan olunmasını təklif etmişəm. Çünki uşaqlar Fanta və kola kimi qazlı şirələrə bizon və başqa energetik içkilərə öyrəşir, sonra da onlarda asıllıq yaranır. Ona görə də həmişə bu içkilərin əleyhinə olmuşam. Ancaq Rusiya qadağa edib, biz də etməliyik fikri ilə heç vaxt razı olmamışam. Heç bir ölkə bizə nümunə deyil. Ancaq özümüz uşaqlarımıza qadağı eyni zamanda içməməyi tövsiyə edə bilərik. Energetik içkini yalnız uşaq və gənclərin deyil, böyüklərin də içməsi bizi narahat edir. Şəxsən mən o içkiləri sevmirəm və başqalarına da məsləhət görmürəm. Ziyanlı tərəfini həkimlər deyə bilər. Deputat oğlan uşaqlarının bezdən istifadəsinə qarşı olduğunu da əlavə edib. İstəmirəm ki, oğlan uşaqlarına pampers geyindirilsin. Bu kişilərdə sonsuzluq yarada bilir. Biz ailədə 8 uşaq olmuşuq. Anam hamımızı bəliyib. Nə olub bizə? Şükür Allaha özümüz də düz, belimiz də düz. Qız uşaqlarının bez geyinməsində problem yoxdur. Oğul övladına olmaz.